cavablandırdın. Düşünmə tələb edən sualları cavablandıra bilməməyinin səbəbi tənqidi təfəkkürünün zəif olmasıdır. Bu təfəkkürü inkişaf etdirməsən, akademik nailiyyətlərin günü-gündən zəifləyəcək. Çatışmayan hissələri qeyd edin. Rəy şagirdin çatışmayan tərəflərini daha çox vurğulayır. Effektiv rəyin müsbətlə başlanması daha məqsədə uyğundur. Aha, bu düzdür. Rəy şagird haqqında ümumi məlumat verir. Effektiv rəy şagirdin spesifik xüsusiyyətlərini vurğulamalıdır. Burada ümumi də rəy vermir, ancaq neqativ danışır. Müəllimə, biz burada sırf rəyin çatışmayan hissələrini axtaracağıq, Yəni rəydə neqativlik axtaracağıq. Yəni bax bu sualda ipucu sənə onu verirəm. Rəydə neqativ, yəni çatışmayan hissələrini tapacağıq biz. Ümumiyyətlə rəy necə rəydir Nahidə müəllimə? Rəy şagirdin elə bil Yox, bu verdim. Səhvlərini düzəltməyə yönəl. O səhvləri düzəldirik. Sadəcə bu rəyi siz doğru hesab edirsinizmi, etmirsinizmi? Burada doğru deyil, spesifik xüsusiyyətləri vurğulanmalıdır deyir. Əslində bəli, o cür. Burada ancaq pis deyir də elə bil. Ona tənqidi cəhətlə yanaşmır ki, yəni filan şey düzgün eləməlisən. Müəllimin ilk cümləsi görürsüz nə ilə başlayır? Sual-cavabda aktiv iştirak etmədin. Qolunu, qanadını uşağın qırdı, qoydu ora. Rəy müsbət fikirlərlə başlamalıdır. Mütləq. Rəy müsbət fikirlərlə başlamalıdır. Ona görə indi biz burada məsələn bax biri oxuyun, biri oxu, bax birdə çatışmayan tərəflərini daha çox vurğulayır. Bu da əslində səhvdir. Bəli. Bax elə cavabın biri budur. Çünki daha çox həqiqətən də daha çox deyir, aktiv iştirak etmədin, düşünmə tələb edən suallara cavab verə bilmədin, tənqidi təfəkkürün zəifdir. Gör nə qədər şagirdi əməllicə tənqid elədi bu. Elə biri götürürük. Sonra baxaq. 2 də səhvində olur. 2 də səhv olur. Ümumi məlumat verir. Rəy haqqında spesifik xüsusiyyətlərini vurğulamalıdır əslində. Rəy şagirdə konkret yol göstərmir. Effektiv rəy şagirdin problemlərini aradan qaldırmaq üçün müəyyən yol göstərməlidir. Bəli. Elə bax bu cavabın biri də budur da müəllimə. Deyir şagirdə konkret yol göstərmir. Bu müəllimin verdiyi rəy şagirdə hansı yolu göstərdi? Ancaq pisdədir. Tənqidi təfəkkürün zəifdir. Sual-cavabda iştirak etmədin. Ancaq pisdədir uşağı. Elə biri də 3. İndi 4-ə baxaq. Rəy şagirdi digər şagirdlərə müqayisəyə yönəldir. Effektiv rəy şagirdin fəaliyyətini onun əvvəlki vəziyyəti ilə müqayisə etməlidir. Burada əslində digərlərinə müqayisə yoxdur. Yoxdur. Sadəcə özünü istəyir. Bəli, sadəcə şagirdin özünə yüklənib o rəy. 4-ü çıxdıq. İndi 5-ə baxaq. 4-ü çıxdı. Rəy şagirdin keçmiş fəaliyyəti haqqında məlumat vermir axı. Effektiv rəy şagirdin gələcək fəaliyyətinə müsbət təsir etməlidir. Burada keçmişlə bağlı da vermir. Bu günkünü verir da ki, indi pis elədin. Bəli, müəllimə. Burada deyir ki, rəy şagirdin keçmiş fəaliyyəti haqqında məlumat verir. Yox, verir. Niyə verir müəllimə? Bax, dərs prosesində sual-cavabda iştirak etmədin. Keçmişə etmədi. Bu keçmiş. Etmədi keçmişə. Etmədin. Bəli. Keçmişə. Yəni deyir ki, etmədin dərsdə. Yəni əslində vurğulayır. Bax bunu deməli deyil. Yəni müəllim əslində şagirdə rəy verən zaman müsbət tərəflərini vurğulamalıdır. Sonra çatışmayan cəhətlərini deməlidir. Sonra onu istiqamətləndirmək, o çatışmayan cəhətlərini düzəltmək üçün ona yol göstərməlidir. Amma bu rəy konkret natamamdır. Yəni bu rəydə ancaq şagirdin çatışmayan cəhətlərini deyir. Ancaq şagirdin mənfi tərəflərini vurğulayır. Şagirdi daha da məyus eləyir. Şagirdi daha da ruhdan salır. Ona görə burada deməli 1, 3, 5-ci cavablarımız rəyimizi əks etdirir. Müəllimə. 1, 3, 5. Bəli, 1, 3, 5-ci cavablar deməli doğru olmayan cavablardır. Yəni rəyimizin çatışmayan hissələri o cavablarda qeyd olunmuşdur. Belə Nahidə müəllimə, əziz müəllimlər, YouTube izləyicilərimiz, bugünkü dərsimiz qısa bir fraqment sizlər üçün fərdi dərsimdən deməli çəkmişdim və sizlərə məlumat üçün bildirim ki, siz də fərdi şəkildə bu cür bizim dərslərimizdən yararlanmaq
tək sizinlə məşğul olmamızı istəyirsinizsə, bizim YouTube kanalımızda telefon nömrələrimizlə əlaqə saxlayıb bizim dərslərimizə qoşula bilərsiniz. Həm qrup dərslərimizə, həm fərdi şəkildə dərslərimizdən istifadə edə bilərsiniz. Və bundan başqa bizim material qruplarımız var. Həmin qruplarımızda bütün dərslərin PDF-ləri qısa şəkildə, sadə anlaşılan izahlarla, nümunələrlə göstərilmiş PDF-lər. Bundan başqa dərslərin sınaqları, həm mövzu sınaqları, həm qarışıq sınaqlarımız, dərslərin video izahları, bundan başqa dərslərin səsli izahları, testlərin izahları, canlı dərslərdən test izahları, bütün hamısının deməli materialları material qruplarımızda var. Siz heç bir material əldə etməyəcəksiniz, heç bir material almayacaqsınız. Sadəcə bizim dərslərimizə qoşularaq, bizim material qruplarımıza qoşularaq bunlardan deməli faydalana bilərsiniz. Və eləcə də deməli həm Mart qrupumuzda deməli qeydiyyatımız var. Yəni Mart qrupumuzda bizim keçirilən dərslərlə müdavimlərə ödənişsiz şəkildə göndərilir. Müdavim qoşulduğu aydan ödənişi edərək dərslərimizə qoşulma imkanı yaradırıq və eləcə də fərdi şəkildə dərslərimizə qoşularaq tək-tək hər dərs test işləmə, sual-cavab olunma imkanı əldə edə bilərsiniz. Və bu arada YouTube kanalıma abunə olmağı, şərh yazmağı, bəyənməyi və paylaşmağı unutmayın. Sağ olun, növbəti görüşlərədək.